Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili iyulun 16-sında 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılacaq. Yenavaz.com xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Akademik Ziya Bünyadov prospekti ev 7A mənzil 3 ünvanında yerləşən 61,1 kvadrat metr və Bakı şəhəri Yasamal rayonu Mirzə İbrahimov küçəsi 422-ci məhəllə ev 53 mənzil 108 ünvanında yerləşən 370,4 kvadrat metr sahəsi olan mənzillər daha əvvəl 4 dəfə hərraca çıxarılsa da alan olmayıb. Qeyd edək ki, mənzillər iyulun 16-sında 50% endirimlə 5-ci dəfə satışa çıxarılacaq. 61,1 kvadrat metr sahəsi olan mənzil 175.000 manata, 374,4 kvadrat metr sahəsi olan mənzil isə 463.125 manata alıcılara təqdim olunacaq. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.